Elə doğrudur. Yer kürəsində tropik dəniz vilayəti daha geniş ərazini əhatə edir, yoxsa kontinental tropik? Daha çox tropik dəniz. Bəli, okeanlara görə tropik dəniz olacaq. Okeanlara görə, bəli, elə Doğrudur. ona görə götür. Əla. Ekvatorial iqlim qurşağında aqroiqlim ehtiyatı subtropikdən çoxdur, yoxsa azdır? Aqroiqlim ehtiyatı subtropikdən çoxdur. Subtropikdən çoxdur. Əla. Tam zolaq əmələ gətirirmi mülayim iqlim qurşağı? Mülayim, bəli. Bəli, gətirəcək. Hansı adaların cənub hissəsi mülayim dənizdə yerləşir? Yeni Zelandiyadır, Tasmaniya adasıdır. Mülayim dənizdə müəllimə orta illik temperaturu 0 dərəcədən aşağı olurmu? Xeyr. Xeyr, olmur. Şimal və cənub coğrafi qütblərinin yerləşdiyi iqlim qurşaqları hansılardır? Arktik qurşaq. Arktikdə, Antarktida Arktik, yarımadasının şimal düzdür, Arktikdir. Əsas bəli, aşağıdakı Antarktik. Antarktida yarımadasının şimal hissəsində olan iqlim tipi hansıdır? Mülayim dəniz. Doğrudur. Avstraliyada subtropik iqlim qurşağının neçə vilayəti formalaşır? Subtropikin kontinentalı, Aralıq dənizi, bərabər rütubətlənməsi. Yəni 3 dənə olacaq. 3, Düzdürmü? bəli. Rük adaları hansı iqlim tipində yerləşir? Rük adaları subtropikin mussonunda. Doğrudur. Şimal və cənub passat küləklərinin təsiri altında olan materiklər hansılardır? Şimal və deməli Cənubi Amerika, Afrika. Cənubi Bunlar. Amerika, bəli, Afrika olacaq. Şimal və cənub passat küləklərinin təsiri altında olan materiklər. Ən uzun müddət günəşin zenitdə olduğu materik hansıdır? Afrika. Hə, bəli. Avrasiyanın hansı regionun formalaşmasında relyefin rolu daha böyükdür? Mərkəzi Asiyada məsələn mussonların keçməməsi səbəbindən Bəli. relyefin Həm Cənubi Asiya deyə bilərik, həm də Mərkəzi Asiya regionu. Bəli, hə. Müəllimə, ildə istiqamətini 2 dəfə dəyişən küləklər Avropada müşahidə olunurmu? Mussonlar əsasən Asiyadadır. Bir də Şimali Amerikada var mussonlarda. Demək, Avropada yox. Avropada yoxdur. Cavab olaraq deyəcəksiniz yox. İki keçid qurşağı yan-yana yerləşə bilərmi? Bəli. Yerləşə bilər. Savan subekvatorialla subtropik Avrasiyada birləşir. Aha. Sonra dəniz mərhələsinin baş verməsi temperaturun artmasına səbəb olur, yoxsa azalmasına? Dəniz Transreqresiya yəni. mərhələsində temperatur artır, istişadən Artacaq. bitkilər Hissəsi olacaq. Ekvatordan cənubda olan hissəsi. Boliviya və Çili Genişlənir. sərhədində yerləşən quraq denudasyon düzənliyi hansı enlikdə yerləşir? 20 dərəcə cənub enliyində altiplano. Doğrudur. Ant dağlarında hansı ehtiyatlar var? Mis ehtiyatı var. Başqa? Qalay var Boliviyada, sonra Başqa? qızıl var. Selitra sonra olacaq Kolumbiya- müəllimə. Selitra. Yəni Çilidə, şora sonra ehtiyatı. Boliviyada. Pisi Afrika, doğrudur. Atollara daha çox hansı okeanda rast gəlinir? Atollar Sakit Okeanda çoxdur. Doğrudur. Jaya dağının yerləşdiyi adada yerli əhali necə adlanır? Papuaslar. Doğrudur. Qızıl ehtiyatı var. Barkli platosu yoxsa Nallabor düzənliyində günəş ildə 2 dəfə zenitdə olur? Barklidə. Barklidə olacaq. Böyük Viktoriya səhrası mülayim yoxsa tropik işıqlanma qurşağına düşəcək? O mülayim işıqlanmaya düşür. Böyük Qumlu səhrası? O şimaldadır, tropik işıqlanmaya düşməlidir. Doğrudur. Qızıl filizdir yoxsa qeyri-filizdir? Filizdir. Şimali Qızıl. Amerikanın fosforit ehtiyatlarına malik olan yarımada hansı işıqlanma qurşağındadır? Florida mülayim işıqlanma qurşağına düşür. Floridada hansı dəniz limanı fəaliyyət göstərir? Tampico. Tampico Tampa. Meksikadadır. Bəli, Tampa olacaq, ABŞ-a Tampa. məxsus. Şimali Amerika hansı eralarda baş vermiş qırışıqlara məruz qalıb? Alpdə var orada. Sonra Kimmerdə var. Sonra Kaledon Hertzində var. Hər üçü var. Mən Bir dənə hansı Baykal var. eralarda deyirəm. Qırışıqlar düz Hə, dediniz. Paleozoy. Hə, Paleozoyda, Mezozoyda, Aynen, Kainozoyda. üçü də var ha. Şimali Amerikada Bəli. üçü də var. Dağ əmələ gəlmənin də üçü də var da, yəni. Bəli. Karagiya çökəkliyi hansı regionda yerləşir? Turan ovalığında, Mərkəzi Asiya, Qazaxıstan. Qazaxstanda daş kömür yatağının adı? Karakanda, Ekibastus. Qıxor çökəkliyin olduğu region hansıdır? Cənub-Qərbi Asiya. Hansı qitənin cənub hissəsi Alp-Himalay geosignal qurşağına düşür? Asiya qitəsi düşür, Avropa qitəsi düşür. Bəli, Avropa ilə Asiyanın cənub hissəsi düşür də Alp-Himalay Düşür hər ikisi. geosignalı. Bəli. Almaniya Polşa ovalığında moren və təpələrə, tirələrə rast gəlinirmi? Ola bilər, bəli, buzlaq relif Ola forması bilər, olsun. doğrudur. Yer qabığının ən qalın hissəsi hansı materikdə müşahidə olunur?
Müəllimə Avrasiya materikində, Avrasiyadır. Avrasiyanın hansı hissələrində fəal seysmik zona yerləşir? müəllimə Avrasiyanın cənub-şərq hissələrində fəal seysmik zonalar yerləşir. Bəli, cənub hissəsində yerləşəcək, bir də şərq. 4 yarımkürə və 3 işıqlanma qurşağında yerləşən yeganə materik hansıdır? Afrika materiki müəllimə. Bəli, Gondvananın mərkəzi də bu materik hesab olunur. Ucqar cənub nöqtəsi Cənubi Amerikanın ucqar şimal nöqtəsindən daha cənubda yerləşən materikdə Sibir çaylarını xatırladan çay hansı çaydır? Müəllimə, bu Şimali Amerika materikindəki Yukon çayıdır. Bəli, tamamilə doğrudur. Yəni onun ucqar cənub nöqtəsi Cənubi Amerikanın ucqar şimal nöqtəsindən daha aşağıda yerləşir. Bəli, bəli. Sonra bəli. Avrasiyanın ən alçaq nöqtəsi hansı ölkələrin sərhədində yerləşir? Müəllimə, Avrasiyanın ən alçaq nöqtəsi Kuxor və yaxud da Ölü dənizdir. Aha. Hansı dediniz? Nə dediniz Ölkələrin müəllimə? sərhədində yerləşir. Hansı ölkələrin sərhədində? İordaniya, bir də Arava İsrail və səhrasının Yordaniya. olduğu, Arava səhrasının İsrail və olduğu. Yordaniya Bəli. sərhədində. İki okeana çıxışı olan İsraildədir. Sonra Bəli, sağ ol. Kəllə Qərdin hündürlüyü çoxdur, yoxsa Bozdağın? Müəllimə, Bozdağın hündürlüyü. Yalnız sahilləri genişlənən okeanlarla əhatə olunan materik hansı materikdir? Müəllimə, Afrika materiki. Bəli, Həm Hind Afrikadır. okeanı, həm də Doğru. Atlantik. Afrikanın ən böyük adası hansı okeandadır? Madaqaskarda Hind okeanında. Doğrudur. Madaqaskar neçə iqlim qurşağı, neçə işıqlanma qurşağında yerləşir? Müəllimə, Madaqaskar səhv eləmirəmsə bir isti iqlim işıqlanma qurşağındadır. Yox, istilik İki də- qurşağı başqadır. İşıqlanma deyəndə ya tropik, ya mülayim, ya qütb olacaq. Onu da kəsirək o Müəllimə, cənub tropiki. Bəli. Tropik şəkli. Və 2 dənə olacaq. Bəli. 2 də iqlim olacaq, düzdürmü? Tropik dənizdə də yerləşir, Bir də subekvatorialda yerləşir, subekvatorialda. Hündür. Afrikanın ən hündür zirvəsi ilə ən alçaq nöqtəsi eyni yarımkürədədir, yoxsa fərqli yarımkürədə? Müəllimə, ən hündür zirvəsi Atlasdır. Səhv eləmirəmsə ən alçaq nöqtəsi də Efiopiyada yerləşir. Müəllimə, ikisi də eyni yarımkürədir də, şimal Deyəcəksiniz, yarımkürəsi. alçaq olacaq Assal, o şimaldadır. Aslan, Kilimanjaro bəli. isə cənubdadır. Yəni fərqli yarımkürələrdədir. Düzdür? Ay, mən Amma məsələn bilmirəm, Cənubi şey, Amerikanın Türkistan ən alçaq nöqtəsi və ən yüksək nöqtəsi desə, onlar ikisi də eyni yarımkürə, hətta İkisi də eyni eyni ölkədə. Eyni ölkədədir. Bəli. Müəllimə, azalır. Azalacaq. Sonra qrovdan fərqli olaraq sırsıra necə bir təbəqə əmələ gətirir? Müəllimə, sırsıra əsasən qış aylarında olur. O buz qat, möhkəm Bəli, buz qat, buz qar yağandan sonra olur da. kristallarından ibarət Kristallarından. təbəqə əmələ gətirir. Bəli. Sonra temperatur və rütubət baxımından bir-birlə kəskin fərqlənən hava kütlələrinin təmas zonasında formalaşan yağıntı növü hansıdır? Mülayim enliklərdə daha çox olur. Bayaq oroqrafik dediyi o Himalay dağları idi, Cənubi Çerrapuncu. Bəs indi bu yağıntı növü hansı olacaq? Hava kütlələrinin təmasından yaranan, formalaşan. Frontal cəbhə yağıntıları. Frontal, hə, Mülayim frontal. hava olanda bizdə də bu palçıq yağışlarının yağmasına səbəb olur. Hansıdır? Necə adlanır? Müəllimə, sualı başa Leyla müəllimə, kurikulumda o uzun situasiyalar olur, ona oxşadı bu sual. Müəllimə, əvvəlini oxuyub axırına çatanda yaddan çıxır situasiyalar. Bu da Ay müəllimə, mən önce Avstraliyaya çatmışdım, dala qayıtdım. Müəllimə, Fatimə müəllimə astral səyahətdədir bizim coğrafiya. Mən həmişə siz suallarına müəllimə səyahət edirəm. Amma dedim, biri-biri küləklərin əsdiyi yerdə fəaliyyətdə Mən də olan vulkan gəlmişdim var, yoxsa yox? Var. Necə müəllimə, bil söz eşitmədi. Küləklərin əsdiyi yerdə fəaliyyətdə olan vulkan varmı? Xeyr, yoxdur. Avstraliyada yox. Yoxdur. Sonra dəniz səviyyəsində atmosfer təzyiqi 760 millimetr civə sütunundan az ola bilərmi? Dəniz səviyyəsində. Atmosfer Bəli, təzyiqi olar. 760-dan bəli ola bilər də. Temperaturun Ola bilər, artması nisbi rütubətin azalmasına səbəb olur, yoxsa artmasına? Müəllimə, nisbi rütubətin artmasına. Artmasına olmaz, azalmasına olar. Temperatur artsa nisbi rütubət Azalmasına? azalacaq. Bəli. Aha. Sonra hansı ərazidə duman tutan şəbəkə yaradılmışdır? Müəllimə, Cənubi Amerikada. Atalanda. Çilidə. Atakama səhrası, Çili. Sonra Malakka yarımadasının cənub hissəsi yoxsa şimal hissəsi ekvatorial iqlim qurşağına düşür? Cənub hissəsi.
Deyəcəksiniz cənub hissəsi. Sonra Mərkəzi Asiyanın iqlimi niyə kontinentaldır? Dağlardır, Okeanlardan da rahat. Relyef və okeanlardan uzaqlıq olacaq. Relyef və okeanlardan uzaqlıq. Cənubi Asiyada iki keçid iqlim qurşağının yan-yana yerləşməsinin səbəbi nədir? Mövsümi küləklər, mussonlardır, bəli. Sonra o hansı iqlim qurşağıdır ki, aqroiqlim ehtiyatları yüksək olsa da, suvarma tətbiq etmədən əkinçilik mümkün deyil. Tropik Doğrudur. Mədənlərin kənarında yaranmış istehsal tullantılarından ibarət olan təpələr necə adlanır? Terrikon təpələr. Şərqi Afrika sınma zonasında yerləşən Horst olan ölkə hansıdır? Ugandada yerləşən göl hansıdır? Viktoria. Viktoriyadır. Əla. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı doğru hərəkət edərkən əmələ gəlir. Bu dərələrin yamacları dik, dibi hamar olur. Dərələrin dibində buzlaq dilinin qurtardığı yerdə toplanan morenlərdən ibarət təpə və tirələr necə adlanır? Troq dərələri. Troq dərələri. La-Plata ovalığı mülayim işıqlanma yoxsa tropik işıqlanma qurşağında yerləşir? İkisi deyənlər əhsən, əla. Hər ikisində olacaq. Kür-Araz antiklinal sahədə yerləşir yoxsa sinklinal sahədə? Bu dağ ayrı-ayrı massivlərdən ibarətdir və onlardan ən hündürü Alplar adlanır. Şimalında ən böyük Mərcan rifi yerləşir. Yarımadada yerləşən dağlar hansılardır? Yarımadada yerləşən dağlar. Qırım dağları, Havır dağları, Skandinaviya dağları məsələn, bəli, Piriney deyə bilərik, yarımadada yerləşir. Turan ovalığı ilə Qərbi Sibir həmsərhəddir. Bəli. Qıran Çako ilə La-Plata ovalığı həmsərhəddir. Bəli, həmsərhəd. Şərqi Avropa ilə Ural dağları həmsərhəddir. Ağ dağlarının şimal tropik xətti kəsirmi? Bəli. Kəsmir. Cənub desəydim deyəcəkdim bəli. Afrika platformasının emmə sahələrində əmələ gəlmiş çökəkliklər necə adlanır? Qrabenlər. Kalahari, Kongo, Çad, Kongo, Kalahari. 3 dənə çökəklikdir də emmə sahəsində. Afrikanın cənubunda yerləşən dağlar hansı işıqlanma qurşağında yerləşir? Mülayim. Yaşına görə Afrikanın ən cavan ərazisi neçə ölkə ərazisində yerləşir? Hansı ucqar nöqtə Bakı şəhərinə daha yaxın yerləşir? Ben-Sekka yerləşir, bir də Baba yerləşir. Doğru. Sonra Puna, Peru, Boliviya yaylalarının yerləşdiyi dağ kolliziyadır yoxsa subduksiya zonasıdır? Dekan yaylasının yerləşdiyi yarımadada hansı dağlar var? Cənub-Qərbi Asiyanın ən böyük ovalığından keçən çayın mənsəbində hansı ehtiyat var? Qərbi Avropanın ən yüksək dağ zirvəsi neçə ölkənin ərazisində yerləşir? 7 ölkənin ərazisində yerləşəcək müəllimlər. Sonra Şərqi Avropa və Qərbi Sibir düzənliklərini bir-birindən ayıran dağın hündürlüyü neçə metrdir? Bəli. Mekong düzənliyinin yerləşdiyi yarımadadan keçən çayın mənsəbi coğrafi mövqeyinə görə necə dənizdir? Avropanın ən alçaq nöqtəsi hansı ovalıqda yerləşir? Bəli. Lavrasiya qurusuna aid olan materiklər neçə işıqlanma qurşağında yerləşir? 3 işıqlanma. Mükəmməlsiz. Cənubi Amerikada geniş çay dərələrinə və sıx meşə örtüyünə malik olan çökmə suxurlarla örtülü ovalıq necə adlanır? Nədir adı? Amazondur, bəli, Amazondur. Cənubi Amerikada neft ehtiyatlarıyla zəngin ovalıq? Orinoco ovalığı. Yansızı və Xuanxe çaylarının gətirdiyi allüvial çöküntülərlə örtülmüş düzənlik? Meksika yaylasında olan vulkanlar sönmüşdür yoxsa fəaliyyətdə olan vulkandır? Doğru. Zəncirvari şəkildə yerləşmiş qum düyünlarının üstünlük təşkil etdiyi səhra hansı səhradır? Kalahari. Reyn çayının mənsəbi olan ölkədə polder varmı?
Var. Bəli. Niderlanddır, doğrudur. Ant dağlarında Boliviya ve Çili sərhədində yerləşən iqlimi quraq olan yüksək yayla necə adlanır? Altiplano. Ant dağları və Gviana yaylası ilə əhatə olunan ovalıq necə adlanır? Depuyla. Depuy. Hansı ovalıq Orogeny. yəni adı nədir? Ovalıq Ha, soruşuram. Giviano. Orinoco ovalı. Rusiya Federasiyanın ucqar nöqtəsi hansıdır? Yəni cənub nöqtəsi. Brejnev. Ucqar cənub Bazar nöqtəsi. düzü. Bazar düzü, bəli, Qafqaz Bazar dağları düzü. bazar düzü olacaq. Maksimal hündürlüyü 348, qırmızı qumlarla örtülüdür. Avstraliyanın mərkəzində yerləşir. Daha az saat qurşağında yerləşən materiklər hansılardır? Avustraliya. Cənubi Amerika. Avropanın daha qərbdə